Atatürk Cumhuriyyəti quranda bu bölgəyə bir kəşfiyyat ekibi göndərir. Bilirsiniz bu söhbəti, bilmirəm. İlk dəfə eşidirəm. Hə. Bir kəşfiyyat komandası göndərir ki, böyük ehtimal indi ya o vaxt nəsə böyütmək istəyir, indi Sovetlə biraz müttəfiqdir falan. Gedin deyir o xalqların bir psixologiyasını, indi biraz nağıl kimi danışıram, detalları təbii ki unutmuşam, çoxdan oxuduğum şeydir. Bir araşdırın o bölgənin, o xalqların bir psixologiyasını öyrənin gəlin. Gəlir, buraları araşdırırlar filan və s. Qayıdıb gedib o raport yazırlar. Deyirlər ki, orada deyir, nə bilim, Şimali Qafqazcılar çox mədəniyyətə meyilli deyirlər, daha çox impulsivdilər, belədilər, elədilər, ermənilər belədilər, gürcülər belədilər. Deyir, bir dənə orada mədəniyyətə meyilli, daha çox sivilizasiya, cəmiyyətə meyilli filan, bu bizim bölgənin insanıdır ki, o Azərbaycan bölgəsindəki türklərdir filan. Onların da deyir, bir dənə bezirgan kafası olmasa. Yəni, indi bu raport nə qədər rəsmidir, nə qədər qeyri-rəsmidir bilmirəm, amma hekayənin o bir söz var, əslinə yox, fəslinə baxarlar. Amma mahiyyət olaraq, məna olaraq, baxın,